kəndə gəlmişəm ki, bura haqqında danışacaq çox sözümüz var. Ona görə də sözü uzatmadan keçirəm mətləbə. Hövsanın qonağıyıq bugün. 1966-cı ildə qəsəbə statusu alan Hövsanın əslində tarixi çox qədimdir. Arxeoloji qazıntılar sübut edir ki, hələ 13-cü əsrdə bu kənddə yaşayış olub və həmin o qədim hissə də hazırda Kənd Hövsan adlanır. Hövsanın adına gəldikdə isə bir neçə versiyası var bu toponimin. Bir versiyaya görə söz Hovuzan kəlməsindən əmələ gəlib. Bu versiyanı qüvvətləndirən məqam ondan ibarətdir ki, həqiqətən də o dövrdə Hövsanda iki böyük hovuz olub. Hövsan sözünün mənası barəsində bir çox versiyalar mövcuddur. Burada həm xalq etimologiyası, həm də müxtəlif elmi mənbələrdə rast gəlinən adlar mövcuddur. Hal-hazırda bizə məlum olan Hövsan sözünün ondan artıq müxtəlif versiyaların, mənaların, açıqlamaların bilirik ki, bunların arasında ən geniş yayılmışı hovuzan, hovuzlar və hava sanı bu versiyalardır ki, hər ikisi xalq arasında daha geniş yayılmışdır. Hava sanı isə hava san sözü Bakı dialektində havanın mülayim, yəni xoş bir olduğunu göstərən bir söz kimi işləndiyinə görə, yəni hava sandır. Bu Hövsan da vaxtı ikən həmişə öz havasına görə cənub kəndləri arasında seçildiyinə görə bu adın bu cür yarandığı versiyası da mövcuddur. Digər bir versiyalarda vardır ki, Hövsan adını müxtəlif, yəni hövzədə yerləşdiyinə görə Oğuz tayfaları ilə əlaqələndirənlər var, Ovuz tayfaları ilə əlaqələndirənlər var ki, Hövsan müxtəlif mənşəli söz kimi izah edirlər. Hövsanın məhəllələrini gəzərkən elə Hövsan məhəllələrindən danışmaq istəyirəm sizə. Əksər Bakı kəndləri kimi Hövsanda da bir neçə məhəllələr olub və elə indi də var. 3 məhəllə var Hövsanda, daha dəqiq desəm. Tat məhəlləsi, Dağlı məhəlləsi və Muğanlı məhəlləsi. Təbii ki, hər məhəllənin də öz tarixi var. Kənd cəmaatının bildirdiyinə görə kəndin ilk sakinləri tatlar olmuşdur. Dağlılar və Muğanlılar isə sonradan bu kəndə hissə-hissə köçmüşdür. Hətta bizim kənddə olan dağlılar özləri belə kəndə bir dəfəyə deyil, mərhələli şəkildə bir neçə mərhələyə köçmüşlər. Hər məhəllənin də ayrı-ayrı nəsilləri vardır. Muğanlıların əslinin indiki Cənubi Azərbaycandan gəldikləri bildirilir. Dağlılar isə indiki Xızı rayonu ərazisindən bu kəndə gəldikləri bildirilir. Tatlar isə daha qədimdən, yəni Bakı kəndlərində tatlar üstünlük təşkil edir, əksər kəndlərdə. Onlar daha əvvəl gəlmişlər, kənddə məskunlaşmışlar və bildirilir ki, ilk sakinlər tatlar olmuşdur. Deyəndə ağla həm də Hövsan soğanı gəlir. Bu soğanın dadı hamımıza məlumdur, amma dadlı olmağının səbəbi elə də məlum deyil. Ona görə elə Hövsana gəlmişkən bu haqda da öyrənmək istəyirik. Bura Kərbəlayı Rahilin evidir. Hövsanda hər kəs bu evi çox yaxşı tanıyır. Ceyranlı ev deyirlər bura. Rahil əminin soğan sahəsi var. Ona görə də işi bilənindən öyrənək. Getdik. Rahiləmi, xoş gördük sizi. Çox sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun. Həmişə siz gələsiniz. Çox sağ olun. Siz bizə danışın Hövsan soğanından. Bildiyimə görə, eşitdiyimə görə təzə əkmisiniz soğanları. Bəli, bəli. Nədir bu Hövsan soğanının özəlliyi? Bu Hövsan soğanının əslində özəlliyi çoxdur. Əvvəl onun tarixindən danışın. Buyurun. Çünki mənim atam 4-cü ildir, təvəllüd 4-cü il. O yaxşıca bilirdim onun hardan gəlməyi. O vaxtı bəlkə ondan çox qabaqlar bizdə Kərbəlayi gedib ziyarət edənlər olub. Orada Nəcəf şəhərinə gediblər, orada da Əlinin ziyarətində olublar. Neysə orada bir şeyx bu gələn qonaqları evində qonaq eləyib. Qonaqlığa da yemək hər şey var, soğan da tökülüb ortaya. Bizim kənd adamları görüb ki, bu nəsə bizim soğanlara oxşamır. Neysə, çörəklər yeyəndən sonra, yemək yeyəndən sonra deyiblər şeyxə ki, bu nə məsələdir? Deyirəm, bizdə bu bitirdi, belə bir soğan.
Çox söhbətdən sonra deyirəm, mən sizə onun toxumunu verərəm, aparıb əkərsiniz. Onlar da alır toxumu getirir gəlir. İndi o neçə il qabaqdan, onu mən deyə bilməm, dəqiq tarixini mən bilmirəm. Çox qədimdir. Çox qədim ki, bir 200 il var bəlkə də. Hə. Getirib gəlib onu burada əkiblər. Əkəndən sonra özləri ondan tum getirib, hər il artırıblar da, çoxlu artırıblar. Sonra Hövsan soğanı ad geçirib. Hətta o vaxtı kolxoz vaxtı olub da. Hövsan soğanı ancaq Hövsanda olur. Olur demək olmaz abi. Mən tum verim sizə, apar onu harda əkirsən ək. O olacaq. Dadı olmayacaq o dadı olmayacaq. Amma o soğan orada olacaq. Sən onun özündən tum getirsən əksən. Tədricən hər il o soğan dəyişəcək. Forması dəyişəcək. Yəni? O belədir, torpaq, su onu yetişdirir. Deməli, Hövsan soğanını özəl eləyən təkcə yəni onun tumu deyil. Torpağın da burada önəmi var, suyun da. Bəs yaxşı, xüsusi bir sirlər var mənə elə gəlir, hə Rahiləmi? Məsələn, mən bildiyimə görə siz indi bu sahənin ətrafına da ayrı-ayrı soğanlar əkmisiniz. Nədir onun səbəbi? O soğanı başqa cürə də əkmək olur. İndi biz o çox artıq iş görməyək deyə, onları soğanlardakilərin qırağına əkirik ki, onlar göyərdi, toxum olur ondan. Mən deyim, onu biz başqa yerə əkməyək deyə, vaxtımız yox deyə, məsəl yaşlaşmışıq da, işləyə bilmirik çox. Ona görə onu o lekilərin boş yerlərinə böyük soğan əkirik ki, onlar gələcəyinə gələnlə tum eləyəcək onlar. İndi bu soğanlar nə vaxt yetişəcək? Bunlar haradasa iyulda yığılın vaxtıdır. Baxır soğanın o vəziyyətinə baxır. Yəni tamam əkilmə vaxtı indidir. Məsəl üçün, hətta əkilmə vaxtı bizdə qabaq kişilər deyirdi ki, 2 çiləyin arası. Böyük çiləyinə, kiçik çiləyin arasında əkilir. Yəni o da düşür martın, fevralın əvvəlinə, axırına belə. Fevralın axırı, martın. Elə olur, çatamırsan, əkə bilmə vaxtın olmur, əkə bilmirsən, martda da əkmək olar. İnşallah soğan yığımında yolumuz düşər bura. Necə lazımdır, yenə qarşılaram sizi. O soğanın dadına baxarıq. Soğanın dadına yaxşılığa baxarıq. Bərəkətli olsun. Çox sağ olun. Sağ olun. Bakı və 32 kəndində bişirilən küftə bozbaş deyilən bir yemək. Məhz bu Hövsanın da xüsusi toylarında, nişanlarında, mərasimlərində əsas bişirilən xörəklərdən biridir. Həmin xörək də məhz Hövsan soğanı ilə yeyilir. O, hələ bir ki, o xörəkin dadı, ləzzəti, tamı bitirən Hövsan soğanıdır. Küftə bozbaşımız da bizim xüsusi qaydada bişirilir. Məsəl üçün, onu hər yerin özünün dadı olduğu da Hövsan bozbaşı adına. Toylarımızın şahıdır. Ki biz küftə bozbaşı toy eləmirik. Bunu əldə bilir. Bəlkə ətraf kətlərdən, mi deyim, şəhərdən xüsusi bu xörəki yeməyə Hövsana gələrlər ki, biz Hövsan küftə bozbaşının dadına baxmaq istəyirik. Soğandan danışdıq, amma qərənfildən yox. Bəli, Hövsanlılar həm də gülçülüklə, daha dəqiq desəm, qərənfil təsərrüfatı ilə məşğul olublar. Bir də təbii ki, balıqçılıqla. Dənizin sahilində yaşayasan, balıqçılıqla məşğul olmayasan mümkünsüzdür. Hövsan cəmaatını müharibə illərində aclıqdan ovladıqları balıq xilas edib. Biz sizə Hövsanın qədimiliyindən danışdıq. Bu qədimiliyi həm də qəbirstanlıqlar sübut eləyir. Kənd sakinlərinin dediyinə görə Hövsanda bir neçə qədim qəbirstanlıq olub, amma günümüzə qədər gəlib çatan yeganə qədim olan qəbirstanlıq məhz bu qəbirstanlıqdır. Burada bir neçə dənə sərdabə məzarlar var. Həmin o məzarlar həm də əmanət məzarlar sayılır.
Hövsan tarixi abidələrlə Bakının zəngin kəndlərindən biridir. Onların təəssüf ki, bir qismi dövrümüzə gəlib çatmamışdır. Kəndimizdə tarixi abidələrdən ilk olaraq Aşağı məscidin adını çəkə bilərik. Aşağı məscidin tikintisi 1806-cı ildə başlamış, 1814-cü ildə yekunlaşmışdır. Məscid bir neçə mərhələyə tikilmiş və sonralar dəfələrlə təmir olunmuşdur. Xalq arasında Aşağı məscid kimi adlansa da, adı elmi ədəbiyyatda və rəsmi qeydiyyatda İmam Hüseyn və Həzrət Abbas adına Cümə məscididir. Bu Aşağı məscidin tikintisi ilə əlaqədar orada mərhələli şəkildə tikildikcə hər mərhələdə müəyyən bir kitabələr yazılmış və məscidin divarlarına həkk olunmuşdur. Məscidin üzərindəki ən qədim kitabə hal-hazırda qadınların giriş hissəsindəki qapının üzərindədir. Orada məlum olur ki, məscidin tikintisi 1814-cü ildə yekunlaşmışdır. Və digər sonraki kitabələr isə 1840-cı, 1880-ci illərə aiddir ki, hər dəfə təmir və genişləndirmə işlərində həmin kitabələr məscidin divarına həkk olunmuşdur. Kəndin yuxarı məhəlləsində, Dağlı məhəlləsində yuxarı məscid yerləşir. Adından da göründüyü kimi həm hündürdə yerləşir, yəni kəndin mərkəzi hər yerindən demək olar ki, həmin məscid görsənir və məscid Hüccət ibn Həsən adına adlanır məscid. Xalq arasında isə daha çox yuxarı məscid kimi məşhurdur. Məscidin tikintisi neft bumu, Bakıda neft bumu başlanandan sonra, yəni 1900-cü illərin ilk illərinə təsadüf edir. 1900-cü illərin ilk illərində məscidin tikintisinə başlanılmış və mərhələli şəkildə davam etmişdir. Çox təəssüf ki, Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra məsciddə tikintisi tam yekunlaşmamış, yəni layihədə məscidin minarəsi nəzərdə tutulsa da, o məscidin minarəsinin tikilməsi Sovet hökumətinin qurulması ilə əlaqədar yarımçıq qalmışdır. Beləliklə, təxminən məscid hal-hazırki vəziyyətə 1814-15-ci illərdə tikilib bu formaya çatmışdır. Kənddə həmçinin tarixi abidələrdən ovdanlar da mövcud olmuşdur. Kəndimizdə bizə məlum olan 4 ovdan olmuşdur ki, Ağa ovdan, Şirin ovdan, Əlhəd ovdanı və bir də Adsız ovdan. Bu ovdanlar da təəssüf ki, hal-hazırda dövrümüzə gəlib çatmamışdır. Hövsan kəndi də Bakının digər kəndləri kimi burada da hamamlar mövcud olmuşdur. Kənddə aşağı hamam və yuxarı hamam olmuşdur. Çox təəssüf ki, yuxarı hamam bir neçə illər bundan qabaq artıq dağılmış, hal-hazırki dövrümüzə gəlib çatmamışdır. Amma aşağı hamam hal-hazırki dövrümüzə də gəlib çatmışdır və 17-ci əsrə aid tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Hamam 1960-cı illərə qədər fəaliyyət göstərmişdir. Hövsan toyu xüsusilə seçilən toylardan olur. Nəyə görə? İstər qız toyumuz, istər oğlan toyumuz. Biz qız toylarında, məsələn, bir gün qabaqdan qız toyu ələnər, öbürsü gün köçürlər. Qız toylarında öz adət-ənənələri olur, onları xınaya gətirmək. Bir də bizim əsas məsələmiz taxt məsələsidir. Başqa bir kəndlərdə bu taxt yoxdur. Hamısı gələr, bir də beyin seçilməsi xüsusi şərtlə olur. Beyin şərfi başqa olar. Sağ yoldaş, sol yoldaşın rəngi ayrı ola bilər ki, bu beydir, ladımının sağ yoldaşı. Elə bir beyi aparırlar hamama və onu çıxartanda ki, onun qabağında oynayanlar bilinir, hə, bunun qabağında oynayır. O da seçilmiş adamlar olur. Necə seçilmiş adamlar olur? Beyin yaxın dostları. Qabağında oynayanlar, onu əl çala-çala. Özü də heç vaxt biz klarnetlə beyi hamamdan çıxartmazlar. O gəlib xüsusi qarı zurna ilə olar. Bir də bizdə zərərdar adəti deyən bir ev var. Biri məsəl üçün ev tikir evinə. Ev tiklərdir, zərərdarda deyanlardır. Zərərdar qoyma adəti, qonum, qonşu, tanış, biliş, bunlar hamısı xüsusi xonçalarla, xüsusi hədiyyələrlə gələrdi. Bəli, bu günləri filan kəsin evinin zərərdarı qoyulur.
Orada yeməklər də bişirilərdi. O xüsusi təmtəraqla bunu qeyd eləyərdilər. Sonra ustalar da yağı ki, həmin orada xələtlərin, palatların alandan sonra zəvərdara dayandı. Xələtini və başqa hissəsi başlayıb tikməyə. O mütləq o zəvərdar qoyulanda konçasını, xələtini alırdı, sonra işini davam etdirirdi. Biraz da danışaq Hövsanlılardan. Mirzəğa Əliyevin bu kənddə büstünün olması təbii ki, təsadüfi deyil. 1883-cü ildə o Hövsanda doğulub. Amma yəqin ki, şəhərdə Təbriz Xəlilbəyli küçəsində fikir vermişsiniz. Mirzəğa Əliyevin barelyefi var. Yazılıb ki, o bu evdə yaşayıb. Söhbət təbii ki, Təbriz Xəlilbəyli küçəsində olan evdən gedir. Bəli, o burada doğulsa da, Hövsanda doğulsa da, sonradan ailəsi ilə birlikdə həmin o mənzilə köçür. Mirzəğa Əliyevin büstünün açılışında bizdə sabiq nazirimiz Polad Bülbüloğlu, onu ilə bərabər xalq artistlərindən Məlik Dadaşov, Nəsibə Zeynalova, Bəsti Cəfərova, onu deyim sizə ki, Bəsti Cəfərova o da Hövsanlıdır. Görkəmli nümayəndələrimizdən deyə bilərəm sizə şairlərimizdən Ağadadaş Müniri, Həmzə Səfa. Həmzə Səfa, onu da deyim sizə ki, Həmzə Səfa kənddə oxuyub, sonra o oxuması ilə əlaqədar sənaye texnikumda oxuyub bir müddət müəllimlik edib. Fərqlənmə diplomu ilə də, indi biz AZİ deyirik də, həmin o institutda fərqlənmə diplomu ilə qutarıb. Çox təəssüf olsun ki, amansız ölüm onun bu yaradıcılığına biraz mane olub. Sonra görkəmli nümayəndələrimizdən biz isə bu incəsənət sahəsində deyə bilərəm, Respublikanın xalq artisti Avtandil İsrafilov, əməkdar artistlərdən Valeh Rəhimov, Həmid İsmailov. Hövsanda ilk binalar 1950-ci illərdə tikilməyə başlayır. 2 mərtəbədən ibarət olur bu binalar və Stalinka adlanır. Daha sonraki illərdə isə 5 mərtəbəli, daha sonra isə 9 mərtəbəli binalar tikilməyə başlayır. Söhbət hardasa gedir 1980-ci illərdən. Hövsanda gördüyünüz o tək bloklu 9 mərtəbədən isə cəmi 2 ədəddir. Biri dəniz tərəfdən bu girişdə yerləşir, digəri isə o biri girişdə. Digər girişdə tikilən həmin o tək bloklu 9 mərtəbənin 1-ci mərtəbəsində musiqi məktəbi fəaliyyət göstərir. Bu da son. Artıq getmək vaxtıdır. Bugün Hövsanı birlikdə gəzib, birlikdə öyrəndik. Özünüzü və təbiəti qoruyun. Sağ olun.